Salam əziz şagirdlər və video izləyən valideynlər, hər birinizi xoş gördüm kanalımda. Bugün yeni 6-cı sınıf Azərbaycan dili dərsliyinin 1-ci hissəsindəki tapşırıqları sizinlə həll etməyə davam edirik. Hazırsınızsa gəlin başlayaq. Artıq səhifə 40-dayıq, 3-cü fəsildəyik. Gəlin bir tapşırığına baxaq. Hansı türk dili xalqları tanıyırsınız? Qədim türklər haqqında bildiklərinizi danışın. Uşaqlar, bu sizin vallahi sualdır. Türk dili xalqlarına hansılarını tanıyırsınız adlarını çəkəcəksiniz və bildiklərinizi danışacaqsınız. Keçək bir tapşırıq. Qruplarla iş. Qədim türk əlifbası və Kürdügün abidəsi mətnlərini oxuyun. Aşağıdakı təlimata əsasən mətnləri nəql edin. Təlimat. Mətnləri oxuyarkən qeydlər götürün. Qeydlərinizi yarın başlıqlar altına qruplaşdırın. Mətnin məzmununa əhatə edən 5 sual hazırlayın. Qeydləriniz əsasında mətn nəql edin. Suallarınızı dinləyicilərlə ünvanlayın və onların cavablarına münasibət bildirin. Qədim türk əlifbası. Gəlin mətnimizi oxuyaq. Bu arada uşaqlar, onu da deyim ki, bu B tapşırıqda qruplarla işləyir. Müəllim sizi qruplara ayıracaq və bu təlimat əsasında mətnləri nəql edəcəksiniz. Biz mətnlərimizi oxuyaq. Birinci mətn qədim türk əlifbası. 19-cu əsrin sonlarına kimi qədim türklərin mədəniyyəti haqqında elmə çox az şey məlum idi. Alimlər elə düşünürdülər ki, qədim türklər köçəri həyat sürdüklərinə görə onların öz yazısı əlifbası olmamışdır. Yalnız 18-ci əsrdə Filip Strahlenbergin tapıntılarından sonra tarixçilər və dilçilər bu məsələ ilə yaxından maraqlanmağa başladılar. Filip Strahlenberg İsveç zabiti idi. O, İsveçlə Rusiya arasında gedən müharibədə əsir düşmüş və 10 ildən çox Sibirdə sürgündə qalmışdı. 1730-cu ildə vətəninə qayıdan Strahlenberg Sibir və Orta Asiya türklərinin dillərini, adət-ənənələri haqqında kitab nəşr etdirdi. Bu əsərində o, Orxon və Yenisey çayları haqqında tapdığı daş kitabələr haqqında ilk dəfə elmi məlumat verdi. Lakin bu yazılar hələ də sirr olaraq qalırdı. Bəzi alimlər bu yazıların qədim Yunan, bəzilərsə Slavyan, Qot və ya Fin dilində olduğunu iddia edirdilər. Strahlenbergin verdiyi məlumatlar Rus elmi dairələrində maraq doğururdu. 1891-ci ildə Rus türkoloqu Vasili Ratlovun rəhbərliyi ilə daşlar üzərində yazıları tədqiq etmək üçün ekspedisiyalar təşkil edildi. Nəticədə kurqanlar, qəbrüstü, təbəciklər üzərində ucaldılmış xeyli daş kitabə, o cümlədən sonradan Kürdügün adlı məşhurlaşan abidə tapıldı. Bir çox alimlər Orxon Yenisey abidələrini oxumağa cəhd etsələr də, bu yazının sirrini açmaq Danimarka alimi Wilhelm Thomsena nəsib oldu. 1894-1895-ci illərdə Wilhelm Radlov 40-a yaxın, daha doğrusu Vasili Radlov 40-a yaxın abidənin mətnini tam olaraq oxudu və rus dilində tərcümə etdi. Beləliklə məlum oldu ki, bu sirli yazılar müasir türk dili xalqlarının əcdadlarına məxsusdur. Bu da uşaqlar kitabədir gördüyünüz kimi. Davam edək səhifə 41-də. Tədqiqatlar göstərir ki, 38 hərfdən ibarət Orxon Yenisey əlifbası başqa dillərdən alınmamış, xüsusi olaraq türk dili üçün icad edilmişdir. Buradakı hərflər məhz qədim türk dilində spesifik səsləri ifadə edir. Orxon Yenisey əlifbası ilə yazılan mətnlərdə cümlələr sağdan sola, bəzən yuxarıdan aşağı yazılırdı. Orxon Yenisey abidələri qədim türk tayfalarının daşlaşmış tarixi türk mədəniyyətinin gözəl nümunəsidir. Çox vaxt məzar poeziyası adlandırılan bu yazılar türk dili ədəbiyyatının zəmanəmizə gəlib çatmış ilk yazılı incələridir. Bəli, deməli, qədim türk əlifbası mətnimizi oxuduq. Gəlin söz bağçasındakı sözlərin izahına baxaq. İlk sözümüz iddia etmək. Deməli, uşaqlar, feildir. Fikir irəli sürmək, tələb etmək, istəmək. İkinci sözümüz kurqandır. İsimdir. Qədim məzarların üzərində süni təpəcik, yarımkürə formalı qəbrüstü abidə. Digər sözümüz türkoloqdur. O da burada yox.
T sözü, T hərfi daha doğrusu burada olacaq. İsimdir. Türk dillərinə, ədəbiyyatına, tarixi öyrənən elm, daha doğrusu alim. Elmi dairə deməli. Elmi mühit alimlərdən ibarət cəmiyyət, təbəqə, spesifik, bu da burada olacaq. Deməli, sifətdir, özünə məxsus, özəl. Aha, uşaqlar, deməli, səhifə 41-deyik. Söz ehtiyatındakı tapşırıqların izahlarına baxaq. Deyir ki, mətndəki məlumatlardan nə şəkillərdən istifadə etməklə kürgan və kitabə sözlərinin mənalarını izah edin. Deməli, kürganlar nədir? Qəbrüstü təpəciklər deməkdir. Kitabə isə həmin kürganların üzərinə ucaldılmış yazılı abidələrdir. Abidədir daha doğrusu. Ç tapşırığına baxaq. Nə üçün Orxon Yenisey abidələri üzərində yazılar məzar poeziyası? Üzərindəki yazılar məzar poeziyası adlanır. Mətnə istinad etməklə fikrinizi əsaslandırın. Mətnin son cümləsində deyilir. Çox vaxt məzar poeziyası adlandırılan bu yazılar Türk dili ədəbiyyatının zamanəmizə gəlmiş çatmış ilk yazılı incilərdir. Bunlardan biri anlaşılır ki, uşaqlar dəfn edilmiş adamın yaxınları onun qəbri üstündə daş abidə ucaldır və üzərində mərhumun vəfatından kədərləndiklərini ifadə edən mətnlər yazırlarmış. Dil tapşırığında deyir ki, mətndə fərqləndirilmiş dairə sözünün hansı izahı mətndəki mənaya uyğundur? Baxaq. Stralebergin verdiyi məlumatlar elmi dairələrdə dairə. Ay, bir dəqiqə benim qarşıda hardaydıq biz? Deməli, uşaqlar. Dairə sözünün kontekstə uyğun mənasına baxaq. Birinci, çevrənin daxilində qalan yuvarlaq sahə, çevrənin bütün nöqtələri dairənin mərkəzi nöqtəsindən eyni məsafədə yerləşir. 2. Yaşayış məntəqəsinə daxil olan sahə ərazi şəhər dairəsindən kənara çıxmaq qadağan olunub. Uşaqlar, bu ikinci ilə birinci cümlə yanlışdır. Üçüncüsünə baxaq. Eyni fəaliyyətlə məşğul olan qrupun mühiti. Bu əsər ədəbi dairələrdə böyük səs-küyə səbəb oldu. Uşaqlar, bəli, budur. Üçüncüsü, dörddə də bir şeyin yayıldığı və təsir etdiyi sahə, bu məsələ onun səlahiyyət dairəsinə daxil deyil. Verilmiş izahlardan çıxış edərək sübut edin ki, dairə homonim deyil, çox mənalı sözdür. Tapşırıqda verilmiş izahlardan aydın olur ki, dairə homonim deyil, çox mənalı sözdür. Çünki bütün kontekstlərdə dairə sözünün ilkin mənası müstəvinin çevrə ilə əhatə olunmuş hissəsi ilə yaxınlığı var. Buradan bilirik ki, çox mənalı sözdür. Keçək səhifə 32-yə 42-yə. Kültikin abidəsi. İkinci mətn oxuyaq. Kültikin abidəsi 1889-cu ildə Monqolistanın qədim paytaxtı Qaraqorumun yaxınlığında Orxon çayı sahilində tapılmışdı. Abidənin rus alimi Nikolay Yadrinstev aşkar etmişdir. O, 1890-cı ildə Rusiya Coğrafiya Cəmiyyətində bu tapıntı haqqında məruzə etdi. O dövrdə çıxmış elmi jurnallarda həmin məruzənin mətninə rast gəlmək olar. Kültikin abidəsinin hündürlüyü 3,75, eni 1,34, qalınlığı 1,34 daha doğrusu, qalınlığı 0,41 metrdir. Abidənin 4 tərəfində yazılar var. 3 tərəfində qədim Türk dilində, bir tərəfində Çin dilində. Rus alimləri abidə üzərində yazılar surəsini çıxararaq onları oxumağa çalışdılar. Lakin araşdırmalar heç bir nəticə vermədi. Nəhayət, 1893-cü ildə Danimarka alimi Wilhelm Thomsen bu yazıların sirrini aça bildi. O, Kültikin abidəsi üzərində
Türk mətni ilə Çin dilində yazılmış mətni müqayisə edərək Tinqri, Türk, Kültikin sözlərini oxudu. Yazılardan məlum oldu ki, Kültikin Göytürk xaqanı Bilgənin qardaşı olmuşdur. 731-ci ildə Kültikin döyüşlərinin birində həlak olur. Kiçik qardaşının ölümündən bir il sonra Bilgə xaqan onun şərəfinə qəbirüstü abidə ucaltdırır. Abidənin mətni Bilgə xaqanın dilindən yazılmışdı. O, bu mətndə xaqanlığın möhkəmlənməsi yolunda qardaşının xidmətlərindən, hərbi yürüşlərindən, qələbələrindən fərəhlə danışır, onun vəfatının kədərləndiyini bildirir. Kiçik qardaşım Kültikin həlak oldu. Çox üzüldüm. Kədərimdən görür gözüm görməz. Bilir ağlım bilməz oldu. Bütün millətimin ağlamaqdan gözü kör olacaq deyə düşündüm. Göytürklərə hörmət əlaməti olaraq Gültikin yas mərasiminə Çin imperatorunun elçisi də qatılmışdı. O, imperatorun başsağlığı məktubunu Bilgə xaqana çatdırmışdı. Abidənin üzərindəki Çin dilindəki yazı həmin məktubun mətnindən ibarətdir. Gültikin abidəsi hazırda Moğolistanda Orxon Yenisi muzeyində sərgilənir. Kitabədəki yazılar qədim türk dilində yazılmış ən qədim mətnlərdən biri sayılır. Məhz bu yazılar oxunduqdan sonra digər Orxon Yenisi abidələrini də oxumaq mümkün oldu. Deməli uşaqlar, mətnimizi də oxuduq. Düşün və cavab verə baxaq. Oxuduğumuz mətnlərdə Kültikin abidəsinin kəşfi tarixi ilə bağlı məlumatlar arasında uyğun tutulmalıdır. Həmin mətndəki hansı mətndəki məlumat sizə daha inandırıcı göründü, səbəbini izah edin. Uşaqlar, birinci mətndə Orxon Yenisi abidələri haqqında məlumat verildiyi halda ikinci mətn birbaşa olaraq Kültikin abidəsi barədədir. Həmçinin ikinci mətndə göstərilir ki, 1890-cı illərdə çıxmış elmi jurnallar Nikolay Yanırsevin həmin abidəni aşkar etməsi barədə məlumat verir. Odur ki, ikinci mətn bu məsələ ilə bağlı daha inandırıcı məlumat verir. Deməli uşaqlar, keçək 3A tapşırıqlar. Qədim türk əlifbası mətnindəki cümlələri bir daha oxuyun, əlifbalar haqqında bildiklərinizdən istifadə etməklə fərqləndirilmiş ifadələr şərh edin. Fərqləndirilmiş ifadə daha doğrusu məhz qədim türk dilindəki spesifik səsləri ifadə edir. Yəni siz bunu öyrəndiklərimiz mətnindən əsasında şərh edəcəksiniz, izah edəcəksiniz. Bu arada oxuyaq ifadəmizdə 38 hərfdən ibarət Orxon Yenisi əlifbası xüsusi olaraq qədim türk dili üçün icad edilmişdir. Buradakı hərflər məhz qədim türk dilindəki spesifik səsləri ifadə edir. Azərbaycan əlifbası hansı dilin əlifbasına daha yaxındır? İngilis əlifbasında hərflər, rus əlifbasında hərflər. Biz çoxumuz İngilis və rus əlifbasında olan hərfləri tanıyırıq. Azərbaycan əlifbası Latın qrafikalı əlifba əsasında yarandığını vurğulamaq. Latın qrafikalıda, yəni İngilis dilinin əlifbası da Latın qrafikalıdır. Latın əlifbasından İngilis, fransız, alman, İtalyan, türkmən və sair xalqlar istifadə edir. Azərbaycan əlifbası Latın qrafikalı olduğu üçün, yəni mən olsam İngilis əlifbasını seçərdim. Siz hansını seçərdiniz? Kommentlərdə görüşək. Keçək digər tapşırıqda. Sizcə nə üçün Azərbaycan əlifbası Latın qrafikalı əlifba adlanır? Latın qrafikası əsasında yaranmış başqa hansı əlifbaları tanıyırsınız? Keçək xatırla bölməsinə. Hərf və səs bir-birindən nə ilə fərqlənir? Azərbaycan dilində neçə səs, neçə hərf var? Hərfi yazırıq və görürük, səsi deyirik və eşidirik. Azərbaycan dilində 32 hərf, 34 səs var. Dinləmə. Üçüncü dinləməmizi dinləyəcəyik. Azərbaycan əlifbası mətni dinləyin. Aşağıda mətnin hər abzasına uyğun qeydlər verilmişdir. Qeydlərə əsasən mətni nəql edin. Azərbaycan əlifbası. Dilin səs tərkibini öyrənən elm sahəsi fonetika adlanır. Hər bir dildəki səslər
yazıda müəyyən işarələrlə, hərflərlə, hieroqliflərlə ifadə olunur. Bu işarələr sistemi qrafika adlanır. Dünyada bir sıra xalqların öz qrafikası var. Lakin geniş yayılmış qrafik sistemlər də var ki, bir çox xalqlar onlardan istifadə edirlər. Bu, Latın, Ərəb, Kiril qrafikalarıdır. Uzun əsrlər boyu Azərbaycanda ərəb qrafikasından istifadə olunmuşdu. Bu, 7-ci əsrdə İslam dininin yaranması və beləliklə ərəb dilinin bütün Afrika, Yaxın və Orta Şərq, hətta Avropaya qədər yayılması ilə bağlı idi. Uzun illər, daha doğrusu 13 əsr Azərbaycanda bu əlifbadan istifadə olundu. Keçən əsrin 20-ci illərində dilimizə daha uyğun olan Latın qrafikasına keçid haqqında qərar qəbul olundu. Lakin bu uzun çəkmədi. 10 il sonra Rus dilində istifadə olunan Kiril qrafikalı əlifba qəbul edildi. Nəhayət 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra biz yenidən Latın qrafikasına keçdik. Latın qrafikası miladdan əvvəl qədim Roma xalqı tərəfindən yaradılmışdı. Bu qrafika Latın dilinin səs tərkibini ifadə edirdi. Bu dildə 26 səs vardı. Ona görə də Latın qrafikasında da 26 hərf vardı. Sonradan bir çox Avropa xalqları bu qrafikanı qəbul etdi. Lakin onların dilində səslərin sayı çoxdur və bəzi səslər Latın dilində yoxdur. Ona görə də hər bir xalq Latın qrafikasında öz səslərinə uyğun dəyişikliklər etdi. Bəzi xalqlar bir səsi 2-3 hərflə işarə etdilər. Məsələn, ingilislər ş səsini yazıda ifadə etmək üçün yanaşı yazılan S və H hərflərindən istifadə etdilər. Digər xalqlar isə öz dillərindəki səsləri yazıda ifadə etmək üçün Latın hərflərinə müəyyən işarələr əlavə etdilər. Məsələn, hərfin üstündə papaqlar, nöqtələr, aşağısında isə quyruqlar qoydular. Bunlara diakrisik işarələr deyilir. Bəzi dillərdə Latın hərfləri ilə yanaşı tamamilə yeni hərflərdən də istifadə olunmağa başladı. Azərbaycan dilinin əlifbasında da ilkin Latın qrafikasından fərqli hərflər var. Belə ki, Azərbaycan dilindəki ç, ş, ü, ğ, ö səsləri Latın dilində yoxdur. Buna görə də Latın hərflərinə müəyyən diakritik işarələr əlavə olundu. Əl səsini ifadə etmək üçün yeni hərf yaradıldı. Beləliklə, Azərbaycan əlifbası Latın qrafikası əsasında yaradılsa da, dilimizin səs sisteminə uyğunlaşdırılmışdı. Deməli, uşaqlar, mətnimizi dinlədik və mətni siz nəql edəcəksiniz bunlara əsasında. Keçən yazışdı, tapşırıq verilib burada. Sizcə əlifbanın tez-tez dəyişməsi hansı problemlər yaradır? Bu haqqında fikirləri söyləməklə mətnin solduğunu yazın. Bu da sizə valan misaldır. Burada çox sizə valan misaldır. Keçək son səhifəmizə, səhifə 45-ə. Mürəkkəb adlar, şəxs və yer adları. Hansı söz birləşməsini mürəkkəb ad kimi qəbul etmək olar? Fikrinizi əsaslandırın. Danimarka alimi, Kültkin abidəsi, İsveç zabiti, daş, kitabə. Kültkin abidəsini mürəkkəb ad kimi qəbul etmək olar. Danimarka alimi dedikdə Danimarkanın hər hansı bir alimi, İsveç zabiti dedikdə İsveçin hər hansı bir zabiti, daş kitabə dedikdə müxtəlif daş kitabələr nəzərdə tutulur. Kültkin abidəsi dedikdə isə müxtəlif, deməli, müxtəlif abidələr içərisində məhz həmin abidə nəzərdə tutulur. Keçən yadda saxlayın. Söz birləşməsi şəklində olan mürəkkəb adlar, söz birləşməsi şəklində olan adlara mürəkkəb adlar deyilir. Bir çox şəxs,
yer, ölkə, əsər, bayram və sair adları mürəkkəb ad şəklində olur. Nizami Gəncəvi Azərbaycan Respublikası Xəzər dənizi Novruz bayramı ad soyad təxəllüsündən ibarət olan mürəkkəb adların tərkibində bütün sözlərin birinci hərfi böyük yazılır. Aydan Camallı, Səttar, Bəhlulzadə, Səməd Vurğun və s. Yer adlarının tərkibində küçə, ada, çay, şəhər, dağ və s. məkan bildirən sözlər kiçik hərflə yazılır. Məsələn, Qaradəniz, Muğan düzü, Araz çayı, Kiçik Qafqaz dağları və s. Qeyd edir ki, nümunələri cədvəl üzrə qruplaşdırıb mürəkkəb ad söz birləşməsi və mürəkkəb söz arasındakı fərqi izah edin. Mürəkkəb ad söz birləşməsi mürəkkəb söz. Mürəkkəb ada Damcılı bulaq uyğundur. Sonra Baykal gölə uyğundur yazaq. 1, 2, 3. Damcılı bulağı. Deməli uşaqlar, burada Damcılı bulağı, Baykal gölü, Daş Salahlı, Bazar düzü zirvəsi. Söz birləşməsinə Gürcüstan vətəndaşı, Göyçay narı, Ağköynək və Bakı küçələri. Diğerləri də Üç Göygöldür, Gəmiqayadır, nə bilim Aslanbəylidir və s. və s. Bu da Ağbulaqdır. Belə. Gürcüstan vətəndaşı. Yox, Gürcüstan vətəndaşı 2-dir. Deməli, Gürcüstan vətəndaşı Ağköynək də eyni şəkildə. Bu silim. Nəysə. Deməli, yadda saxla. Bəzi mürəkkəb şəxs adlarının tərkibindən Mirzə, Hacı, Şeyx, Seyid, Şah, Sultan, Ağa, Bəyim, Xatun, Bəy, Xan kimi titul bildirən sözlər olur. Bu sözlər mürəkkəb adının əvvəlində gələndə böyük, sonda və ya ortada gələndə kiçik hərflə yazılır. Məsələn, Şah İsmayıl, Hacı Qara, Abbas Qulu, Ağa Bakıxanov, Ağa Məhəmməd, Şah Qacar. Bəzi mürəkkəb yer adlarının tərkibində işlənən cənubi, şərqi, aşağı, orta, uzaq və s. kimi cəhət istiqamət ərazi bildirən sözlər böyük hərflə yazılır. Cənubi Amerika, Orta Asiya, Şimal Buzlu Okean, Uzaq Şərq, aşağı Quşçu, yuxarı Salahlı və s. Son tapşırığımıza baxaq. Cümlələrdə səhv yazılmış mürəkkəb adları müəyyənləşdirin və düzgün yazın. Birincisində deyir ki, bu kitab Şeyx Məhəmməd Xiyabanı haqqındadır. Şeyx Məhəmməd Xiyabani haqqındadır. Burada şeyx sözü böyük hərflə yazılmalıydı. Ş. Qazax rayonunda ən qədim kəndlərdən biri də aşağı əski paradır. Deməli, aşağı əski para. Burada aşağı A hərfi böyük hərflə yazılacaq. Bu avtomobillə Cənubi Koreyada istehsal olunur. C hərfi böyük hərflə yazılacaq. Böyük C. Keçən əsrin əvvəllərində Nərgin adasında həbs düşərgəsi var idi. Nargin daha doğrusu. Burada Nargin adası balaca hərflə yazılır. Kiçik hərflə kiçiyə. Osmanlı İmperiyasının 10-cu padşahı Sultan Süleyman Qanuni həm də xəlifə titulu daşıyırdı. Burada S hərfi böyük hərflə yazılacaq. Sultan Süleyman. Və videomuzun da sonuna gəldik. Ümid edirəm sizlər üçün faydalı oldu. Videomu bəyəndiysəniz kanalıma abunə olub videomu bəyənməyi və yorumlarda məni dəstəkləməyi unutmayın. Hələlik.